Kikolarım, yeniden karşınızdayım. Bugün biraz uygulanacağım bir video olacak yəqin ki. Yəni mən elə fikirləşirəm. Çünki bugün üniversitetin son günüdür. Artıq üniversitetə falan getməyəcəyik. Yəni üniversiteti bitirdik. Yəni bugün üniversitetimizin son günüdür. Ona görə də daha fərqli geyimlər geyinib, biraz daha abartılı hazırlaşıb bir yerdə vaxt keçirəcəyik. Bugün dərs keçməyəcəyik və vidalaşma günü olaraq müəllimələrimizlə falan vidalaşma günü olaraq keçirəcəyik. Mən bir də yeğenlərimə söz vermişdim. Roxy ilə Noa'ya ki, siz də aparacağım. Ona görə də onlar da hazırlaşıblar indi. Məndən tez hazırlaşdılar. İndi mən bir paltar seçmişəm. Belə bir paltar. Dediyim kimi abartılı olacaq hər şey. Yəni oranı yəqin ki uşaqlarla bəzəyərik ya da mərmərə bəzəmiş ola bilər, bilmirəm. Sizcə bu üstümə necə durar? Məncə qəşəng durar. Mən bunu geyinib gəlim. Necə oldu? Məncə qəşəng oldu. Mən bunu qoyum bura. Deməli ondan sonra biraz makyaj eləmək lazımdır. Biraz yox. Nə bilim, bilmirəm. Fırçamanı mənim. Da. Biraz çox oldu sanki. Özüm də boğuluram bu dəqiqə. Saçımı da darayacağım. Biraz da krem. Ve güneş kremi. Neyse. Ben tamam, indi bir dakika. Əstiri vurmamışam. Şokolat deyəsən içine koymamışam ya hala mən. Yəqin çantaları falan koyaram da. Kızlar. Hala biz hazırıq. Güneş kreminizi vurdunuz. Yadınızdan çıxıb. Saçınızı daradınız. Hala yadınızdan çıxıb o da. Ətər vurdunuz. Hala yadınızdan çıxıb. Sizin yadınızda ne kalır? Yəni görməyəcəm, bundan da vurun. Hala yolursan. Niyə bilərəm, siz istədiniz də yetmək. Sənkini daramamışam. Gözlə sənkini darayım. Görsən, mən sakit dura bilirəm. Sən sakit dura bilmirsən. Hala saçım yoldu. Hayda. Yaşlı qızlar dalaşmayın. İndi ətinizi vurun çıxaq. Tez inin çıxaq. Hala mən oyuncaq götürüm də. Olmaz tez inin çıxın.